Salam, hər birinizi xoş gördük canlı yayınımızda. Necəsiz? Bildiyimiz kimi bu günləri 11 yanvar, OTK sınavı keçirilib. Ona görə bugünkü canlı yayınımız bu günləri sınavda təklif olunmuş testlərin izahı olacaq. Bu günləri canlı yayınımızda OTK sınavında riyaziyyatdan təklif olmuş bütün testlərin izahını verəcəm. Hər birinizdən xahiş edirəm, canlı yayını bacardığımız qədər bəyənin, paylaşın. İzləyicilər yavaş-yavaş gəlsin, biz keçək testlərin izahına. Bu günləri yenə deyirəm, OTK sınavı olur, riyaziyyatdan, hər bazar günü olur da. Bugünkü canlı yayımızda riyaziyyatdan 11 yanvarda OTK sınavında təklif olmuş testlərin izahını verəcəm. Vaxt itirmədən keçək testlərin izahına. Hər birinizdən xahiş edirəm, ekranları bəyənin və canlı yayını bacardığımız qədər paylaşın. Necə düşmüşdü? Məncə normal düşmüşdü, çətin düşməmişdi. Normal. Necə olubsa bilmirəm. Keçək testlərin izahına. 31-ci sual. Bütün testlərin izahını verəcəm. Baxırıq bura. Ekranları da bəyənməyi unutmayın da. 31-də belə bir sual. Onu da öncədən deyim ki, bizim canlı yayımızı mütəmadi izləyən, istənilən bir şagird, vallah deyirəm. Bugünkü sınavı demək olar ki, hamısını yaza bilərdi. Elə də çətin suallar düşməmişdi. Və bugünkü OTK sınavında olan bütün suallara aid biz canlı yayında, burada hamısına aid yazmışıq. Özdə bir dəfə yox, dəfələrlə yazmışıq. İndi İlerleyen dəqiqələrdə özünüz də görərsiniz. Bir mən xatırlayaraq deyəcəm izahlarını. 31-də AB kvadrat kiçikdir 0. BC bərabərdir 0. A kvadrat B böyükdür 0. Olarsa AB və C həqiqi ədədlərini müqayisə edin. Bax, ilk sual bu şəkildədir. AB kvadrat mənfidir, BC 0'dır, A kvadrat B böyükdür 0, ABC'nin müqayisə edin. Qəşəng sualdır. Burada biz nə edirik? Diqqət. Birinci buradan başlayırıq və hələ bunlarla işimiz yoxdur. Bax, BC 0'dırsa, hasil 0'dırsa, vurgularda heç olmasa biri 0'dır da, elə deyilmi? Burada 100% ya B 0'dır, ya C 0'dır. Onu da biz bilmirik. B C 0'dır, B 0 ola bilməz. Niyə? Çünki bax, bu ikisinə görə problem yaranır. B 0 olsa bu şərtlər ödənmir. Hər bir hasil 0 olur. Deməli, səndə B heç vaxt 0 ola bilməz. Bunu buradan tapdıq. B 0 ola bilməz. Demək ki, belə çıxır ki, C 0'dır. Bu bir. C'ni tapdıq 0 olduğunu. Vəssalam. C 0. Qaydırıq bura. AB kvadrat mənfidirsə, bu B kvadrat həmişə müsbətdir də. Deməli, A nədir? Mənfidir də. Mənfini müsbətə vuranda mənfi edir. Və yaxud da bu müsbətdə at bunu işarəni dəyişmə. A kiçikdir 0'dan. A kvadrat B'yə görə də A kvadrat müsbətdir. Atırıq bunu işarə dəyişmir. B böyükdür 0'dan. Hər birini aldıq. A mənfidir, B müsbətdir, C 0'a bərabərdir. Onda bunları müqayisə etməyə nə var ki? Ən kiçiyi hansıdır bunlardan? Mənfi olan. Ən kiçiyi A'dır. Sonra C'dir. Sonra da B müsbət daxil B'dir. Bunların müqayisəsi olur bu şəkildə. A kiçikdir C, kiçikdir B. Aydın oldu. Bu belə. Yəni baxırız, görürük ki, yəni çətin test tapşırığı deyə biz bərabərsizliklə bağlı bundan da çətin suallar yazmışıq. Yəni normal bir sualdır da, qeyri-adi, çətin bir sual deyil. Bir balaca araşdırma istəyir. Uşaqlar ekranları bəyənək də. Yəni mənim fikrimi soruşursa, bugünkü sınav, OTK sınavı hətta deyərdim çox sadə idi. Rəqəmlərin müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9-a bölünməsindən alınan qalığı tapın. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədəd. Əvvəla biz o ədədi tapaq da, elə deyilmi? Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədəd neçədir? Rəqəmləri müxtəlif. Rəqəmlər müxtəlifdirsə, ən böyükdürsə, birinci 9 olacaq. Aydın oldu. Sonrası nə olacaq? Müxtəlif. Əgər belə götürsün, deməsəydim müxtəlif 9 yazardım. Amma müxtəlifdir 8 və cüt deyir. Cütdürsə bunun sonu cütlə qurtarmalıdır və
ən böyük rəqəm götürməliyik, cüt rəqəm. 8 götürərdim, amma rəqəmlər müxtəlifdir axı. Məcburam 6 götürəm. Deməli, rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt natural ədəd neçədir? 980, 986. Deyir, bu ədədin 9-a bölünməsindən alınan qalığı tapın. İstəyirsən bunu götür, böl 9-a. Qalıq görürsən də 5-dir. 9 bir dəfə 86, 81 qalır və yaxud da rəqəmləri cəminə görə işlə. 9 üstə gəl 8 üstə gələk 6. 9, 8, 17, o da 6, 23. Bölsəm 9-a 2 dəfə. Qalıq da qalır 5. Və yaxud da bu ədədin özünü də bölə bilərdik, çünki ədəd balacadır. Test tapşırığının doğru cavabı A-dır. Aydın oldu. A deyil, D. 5-dir cavab. Bundan əvvəlki də yazdıq da orada da cavab variantı yadından çıxdı. Bu oldu belə. İndi gəlir 33. 33 bərabər tərəfli üçbucaqla bağlı maraqlı bir məsələ, amma elə də çətin deyildi. Yenə deyirəm, biz buna dəfələrlə canlı yayında yazmışıq. Söhbət burada gedir bərabər tərəfli üçbucaqdan. Deyir, ABC bərabər tərəfli üçbucağından. ABC bərabər tərəfli üçbucaq. Məsələn, şəklini çəkək də. 33. ABC bərabər tərəfli üçbucaq. ABC bərabər tərəfli üçbucağının BC tərəfi üzərində bir D nöqtəsi götürülür. BC tərəfi üzərində sən də burada bir D nöqtəsi götürürsən. Yəni o nə deyir, sən onun dediyinə uyğun hərəkət edirsən. BC tərəfi üzərində bir D nöqtəsi götürülür. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası, bax, bu üçbucağın AB tərəfi ilə AD parçası AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirir. AD parçası BH hündürlüyü ilə, bunun BH hündürlüyünü də çəkirəm. BH hündürlüyü ilə bir K nöqtəsində kəsişir. Kəsişdi burada. AKB bucağını tap. AKB, yəni səndən bu bucağı soruşur. Qəşəng sualdır. Bu bucağı bizdən soruşur. Neçə dəqiqədir canlıdasınız? 10 dəqiqə falan olar da. Deməli, məsələn, bir daha şərtini deyirəm. Uşaqlar, ekranları bəyənək də hər birinizdən xahiş edirəm. Ekranları sürətlə bəyənək, o daha çox izləyici canlı yayından yararlansın. Məsələdə deyir ki, ABC bərabər tərəfli üçbucaqdır və bunlar bərabərdir bir-birinə. Bu AD tərəfi, AD parçası AB tərəfinə 20 dərəcəli bucaq əmələ gətirir. Hündürlük çəkilir. K nöqtəsi var burada. Bu bucağı soruşur. Uşaqlar, bunu bir neçə üsulla yazmaq olar. Bir usulda bu şəkildədir. Əgər bu bərabər tərəfli üçbucaqdırsa, biz canlı yayında dəfələrlə bunları yazmışıq da, bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir. Biz bunu bilirik. 60-dırsa bura nə qədər olur? 40 dərəcədir. Çünki bütöv 60-dır. 20 bura düşdü 40. Bu perpendikular da 90 dərəcədir. Bura 40 dərəcə, bura 90. Bu bucağı görürsünüz. Bu üçbucağın xarici bucağıdır. Diqqətlə baxırıq bura. Xarici bucaq. Üçbucağın xarici bucağı özünə qonşu olmayan bu iki daxili bucağın cəmidir. 40 dərəcə üstə gəl 90 dərəcə bizə verdi 130 dərəcə. Aydın oldu. Bir yol da bu şəkildədir. Məsələn, 20 deməmişsən bura. Axı hündürlük həm də tənbölən də 60-ın yarısı 30-dur da. 20, 30, 50, 180-dən 50 çıxıram 130 dərəcə. Yəni belə də tapmaq olar. İndi o yemək bişirəndə deyirlər zövqə görə. İndi hərə necə istəyir, kimə necə rahatdır. 34 nömrəli məsələ. 34 nömrəli məsələ də çox rahatdır da, nə bilim buna biz nə qədər yazmışıq. Yan tərəfi 5 olan bərabər yanlı trapesiya. Söhbət burada gedir hər hansı bir bərabər yanlı trapesiyadan. Götürək bir A, B, C, D trapesiyası. Bərabər yanlı, yan tərəf 5-dir, burada 5-dir, burada 5-dir. Yan tərəfi 5 olan bərabər yanlı trapesiyanın oturacaqları 6 və 12-dir. 6, 12, yəni bura 6, burada 12-dir. Bu trapesiyanın hündürlüyünü tapın. Trapesiyanın hündürlüyünü çəkirəm bura. Bir BM olsun da. Çox məşhur məsələdir və çox sadə də məsələdir. Şagirdlərə dəhşətli dərəcədə çox rast gəlinən məsələlərdən biridir. Söhbət burada gedir. Bərabər yanlı üçbucaqdan. Deyir, bərabər yanlı üçbucaq nədir Allah? Bərabər yanlı trapesiya. Bərabər yanlı trapesiyanın yan tərəfləri 5-5-dir. Oturacaqlar 6-12-dir. Bu hündürlüyü soruşur. Sən də burada perpendikular indirdin.
Bərabər yanlı trapesiyada ən məşhur biliklərdən biridir. Yəni siz də bilirsiniz, bundan test çox işləyən şagirdlər bilir də. Bu hissə, bu AM, MA bərabər yanlı trapesiyada hündürlüklə bu yan tərəfin oturacağı arasındakı məsafə oturacaqlar fərqi böl 2-dir. Yəni oturacaqlar fərqinin yarısıdır. Bunu çoxunuz bilirsiniz də. Bura olur 12 çıx 6 böl 2. 6 edir böldüm 2. 3. Bu hissə oldu 3. 5, 3 bu düzbucaqlı üçbucaqdır. Məşhur Pifagor ədədləri. 5, 3 bura oldu 4. Vəssalam. Hündürlüyü soruşulurdu, cavab oldu 4. Aydın oldu. Növbəti testimiz. Uşaqlar, ekranları bəyənək də. 180 nəfər bizi canlı yayında izləyir. Amma ekran bəyəni çox aşağı. Çox aşağı. Hətta. Növbəti 35 nömrəli testimiz. 35-də nə deyir? A'nın hansı müsbət qiymətində yadda saxlayırıq ki, A müsbətdir, bərabərdir suala. A minus 3 bölünsün. A kvadrat minus 2A. Kəsirinin mənası yoxdur. Yəni, mənasız kəsirdir bu. Belə deyək də. Deyir ki, A parametrinin hansı müsbət qiymətində? Uşaqlar, siz də mənlə birlikdə indi aktiv iştirak edin. Yəni, bu sizin xeyrinizədir. Bir test sınavda siz nə qədər mövzu təkrarlayırsınız. A böyükdürsə, deyir ki, A'nın hansı müsbət qiymətində bu kəsirinin mənası yoxdur. Biz də bilirik ki, dədə-babadan da belə deyək, kəsirin nə vaxt mənası olmur? Kəsirin məxrəci 0 olanda, yəni istənilən kəsirin o vaxt mənası olmur ki, o kəsirin məxrəci 0 olmalıdır. Qurtardı, getdi. Biz də burada bu məxrəci 0-a bərabərləşdiririk. A kvadrat çıxılsın 2A bərabərdir 0. A çıxdı mötərizə xaricinə, qaldı A minus 2, 0. A bərabərdir 0-dır. Bir də A minus 2, 0, A 2-dir. Bizdə A'nın hansı müsbət qiymətidir? Bunu götürmürük. A'nın 2 qiymətində. Aydın oldu. Bu da belə. Növbəti. Otuz altı. 36-da görə necə sadə və primitiv bir məsələ var. Mənim diqqətsizlik səhvinə qarşı nə etmək lazımdır? Heç nə, diqqətli olmaq lazımdır. Bu qədər sadə. Necə olur? Radiusu 8 olan çevrənin uzunluğunu tapın. Sadə məsələdir də. Radiusu 8 olan çevrənin uzunluğunu tapın. Nə verilib sənə? R bərabərdir 8. Çevrənin uzunluğu C bərabərdir suala. Yəni, bəsit, sadə məsələdir. Bizim buna nəinki testlər izahımız, dərs izahımız da olur. Radiusu 8, R bərabərdir 8. Çevrənin uzunluğunu deyir tap. Biz burada çevrənin uzunluğunun radiusla bağlı çox qəliz sualdır. Necə? Bəli. Respublika Olimpiyadasının rayon turunda düşüb. C bərabərdir 2 pi-dir. C bərabərdir 2 pi-r. 2 pi vurulsun. R neçədir? 8. 16 pi. 16 pi santimetr. Vəssalam. Cavab oldu 16 pi. 37. 37. Fərqi 46 dərəcə olan qonşu bucaqlardan kiçiyini tapın. User, user. Mən bilmirəm, sən qızsan, oğlansan, sən desən işin gücün yoxdur. Gah o şeytan smaliki göndərirsən, gah ürək smaliki göndərirsən. Sənin dərdin nədir bala? Neyniyək səndən? Nə istəyirsən? Bekar qalmırsan da, gah ürək şəkli, gah nə bilim şeytan smaliki göndərirsən, gah bilmirəm sənin dərdin nədir? Denən bəlkə bir əlac qıldıq sənə. Fərqi 46 dərəcə olan qonşu bucaqlardan kiçiyini tapın. 2 qonşu bucaq götürürük də. Pi-yə qiymət versələr, o deyir də şərtdə. Məsələn, şərtdə deyir ki, pi-nin qiymətini sən özün orada götürə bilməzsən. Pi-ni şərtdə deyir. Aydın oldu. Məsələn, mötərizədə deyir, pi-ni 3 götürün və yaxud da pi-ni 3'dən %14 götürün. Onu mötərizədə deyir, ona görə narahat olma.
desə burada demir də. Fərqi 46 dərəcə olan qonşu bucaqlardan kiçiyini tapın. Qonşu bucaqlar alfa, beta olsun. Ən yaxşısı fərqi şərt verib də fərqi 46-dır. Yəni alfa çıxılsın beta bərabərdir 46 dərəcə. Bunu sənə şərtdə verib. Qonşu bucaqlardan kiçiyini tapın. Aha, bunlar qonşu bucaqlardır. Qonşu bucaqlardır. Qonşu bucaqlardırsa bu cəm 180-dir də. Elə deyilmi? Qonşu bucaqlardırsa qonşu bucaqlarının cəmi 180 dərəcəyə nədir? Bərabərdir. Bərabərdir. Bu bucaqlardan kiçiyini deyir tapın. Kiçiyini deyirsə elə bunu tərəf-tərəfə çıxarır da. Çünki ümumiyyətlə bu çox istifadə edilir. Mən dəfələrlə canlı yayında bunun planını vermişim. Bu tip məsələdə fərqi verirsə yazırsınız, cəmi də 180 götürürsünüz. Kiçiyini deyəndə tərəf-tərəfə çıxıb tapırsınız. Böyüyünü desə tərəf-tərəfə toplayıb tapırsınız da hardasa. Kiçiyini deyir tapın, çıxırıq tərəf-tərəfə. Çıxsaq alfalar gedir, elə bundan çıxında betadan mənfi beta çıxanda plus olur, 2 beta. 180-dən çıxıram nəyi? 46-nı. 46-nı çıxıram. 134. Buradan da beta bərabərdir 67 dərəcə. 67 dərəcə. Temudan sifariş verilmiş 7 daha. 67 dərəcə. Cavab oldu 67 dərəcə. Qardaş, bayaqdan yazırsan, çətinlərini izah edin. Başqa dönüm, hamısını izah edirəm də bir-bir. Bütün hamısını izah edirəm. Səbrin olsun da. Bulardır da, düşənlər bulardır. Çətinlər neyim? Özümdən bura çətin əlavə edim. İmtahanda düşənlər bulardır. Mən də ardıcıl hamısını izah edirəm. Deyil, yabancı patronlar. Yabancı deyir, yalancı deyir. Bilmirəm. Bezmişik də o reklamların əlindən. 38. 38-də nə deyir? Deyir, fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Fərq, belə də yazın bu şərti. Fərq azalandan A vahid kiçikdir. A vahid kiçikdir. Kiçikdir, çıxılanı tapın. Çıxılan bərabərdir suala. Bu qəşəng sualdır. Bu da baxanda çətin deyil, əziz və dəyərli şagirdlər. Bu da baxanda çətin deyil. Bu sual sizə tanışdır. Bu köhnə test bankından tutmuş test tapşırıqlarına qədər, test toplularına qədər bu sual var. 24 düzüm var, əla. Amma 25 də ola bilərdi. Niyə? Çünki həqiqətən bugünkü imtahan çox da çətin olmuyor da. Adamın üstündə Allah var. Biz həmişə Dövlət İmtahan Mərkəzini tənqid edirik, razılaşmırıq, bu nədir, belə, elə, dəhşət, amma göz qabağındadır. Yəni, hətta bugünkü imtahanda heç bir qeyri-adi bir sual yox idi. Fərq azalandan A vahid kiçikdir. Sən birinci şərti götür. Bax, diqqətlə baxın, sizin bəzi şagirdlərin, əksəriyyətinin bax, bu formada məsələlərin həllində çətinliyi var. Elə məqamdır, həm bugünkü imtahanda düşən sualı bil, həm də. Bu formada misalların həllini öyrən canlı qutarda. Nədir bu? Sən birinci şərti yaz. Çox üsullarla yazmaq olar. Biri də budur. Fərq azalandan A vahid kiçikdir. Əziz və dəyərli şagird. Sən bunu necə başa düşürsən? Fərq azalandan A vahid kiçikdir. Yəni, azalan çıxılsın fərq nəyə bərabərdir? A-ya. Vəssalam. Sənin yaşın kiminsə yaşından A vahid kiçikdir. Onun yaşı çıx, sənin yaşın fərq həmin aya bərabərdir. Azalan çıxılsın fərq, yəni fərq azalandan A vahid kiçikdir. Azalan fərqdən A vahid böyükdür. Azalan çıxılsın fərq aya bərabərdir. Çıxılanı deyir tap. Sən də bilirsən ki, azalan, çıxılsın, çıxılan, bu nəyə bərabərdir? Fərqə. Bunu sən məndən də yaxşı bilirsən. Xoşuma gəlmir, x-dən denəm tap. Çıxılanı tapmaq üçün, bax, buradan çıxılan nəyə bərabərdir? Bunu tapmaq üçün, bundan bunu çıxırsan da, azalandan çıxırsan fərqi. Bu da sənə verilib, azalandan fərq şərtdə verilib. A test tapşırığının doğru cavabı A-dır. Xoşuma gəlmir, x-dən də deyə bilərsən. Birinə x denən, x plus A, nə bilim, apar yerinə qoy, tapmaq olar. Amma ən sadə və birbaşa.
Hətta bəzi şagirdlər var ki, əzbərləyib də bu tip məsələlərdə yadda saxlayırlar ki, nə verildi odur. O indi biraz onu nə vaxt əzbərləmək adama zövq verər? Bunu biləndən sonra. Bu da belə. Uşaqlar ekranları bəyənək də. Hər birinizdən xahiş edirəm. Ekranları bəyənək. 17.000 dama getirir. Biraz sürətlə bəyənək. Qoy mən də həvəslənib bunların hamısını izahını verim sizə. Bəyənək, ekranları bəyənək və canlını paylaşın. Çox təmizdir lövhə. Bilmirəm, zarafata deyirsən ya lağlağı deyirsən ya doğrudan deyirsən. Bilmirəm. Ancaq məncə doğrudan lövhə təmizdir də, açıq-aşkar görünür. 39. 39-da nə deyir? Deyir, vuruqlara ayırın. 64. X üstü 6. Qardaş, lövhə təmiz görünər də. Mən bura bu qədər pul xərcləmişəm. İşıq sistemi, nə bilim, nə əməlli başlı burada mini studiya düzəltmişəm ki, qoy siz rahat görəsiniz. Kök olan suala bax. Hələlik arıq suallara baxarıq, zarafat edirəm. Kök olan sual qabaqdadır da deyəcəm. Hələlik diyetadır. 39-da deyir 64 x üstü 6 minus 27 y kub. Vuruqlara ayrı. Buna aid mən nə qədər demişəm? Bilirsiniz buna aid nə qədər? Buna aid dərsimiz var, nə bilim. 64 x üstü 6 minus 27 y kub. Buradan artıq kublar fərqinin ətri duyulur havada. Belədir. Çünki bu da kubdur, bu da kubdur. 64 x üstü 6 nəyin kubudur? 4x kvadratının kubu. Burada əsas məsələ nələrin kubudur. Bax, biz birinci onu müəyyənləşdirməliyik. Nələrin kubudur? 4x kvadratının kubudur. Bu minus, bu da 3y-in kubudur. Qutardı. Nələrin kubu olandan sonra a kub minus b kubun düsturunu bilirsən də. A minus b, a kvadrat plus ab plus b kvadrat. Birinci bu nələrdir? Onların fərqi. 4x kvadrat çıxılsın 3y. Onların fərqi. Sonra vurulur birincinin kvadratı, yəni cəmin natamam kvadratına. Birincinin kvadratı nə olacaq? 16x üstü 4 üstə gəl. Bunların hasili 12x kvadrat y üstə gəl 9y kvadrat və salam. Bax bu şəkildə. Mən daha bəndləri demirəm. Elə həllin birinin orada cavabı taparsınız. Cavab önəmli deyil ki, həlli lazımdır, izahı. Müxtəsər vurma düsturu, bəli, tamamilə doğru. 40-cı sual. 40-cı sual da elə də asan, çətin sual deyil. A kub vurulsun a üstü mənfi 1-in kubu vurulsun a üstü 4. Yəni buna aid biz canlı yayında bunun dərsinin izahını vermişik. Hələ o digərləri heç. Bunun dərsinin izahını vermişik. O elə bir burada test yoxdur hələ ki. Biz canlı yayında ona aid yazmayaq. Çoxuna aid dərsin izahını vermişik. Faizinə qədər hamısına aid dərslərin belə izahını vermişik sizə. Sadə bəsit bir misaldır da. Bu əsasları eyni olan qüvvət üsləridir. Biz də bilirik ki, əsasları salam eyni olan qüvvət üslərini bir-birinə vuranda əsas olduğu kimi qalır, üstlər nə olur? Toplanılır. A kub vur a üstü mənfi 1. Əsas qalır, üstlər toplanılır. 3 plus mənfi 1, 3 minus 1. 2 üstü 3 vurulsun a üstü 4. Bu da bərabərdir. A üstü qüvvətə yüksəldəndə qüvvət üstləri bir-birinə vurulur. 2 dəfə 3, 6. Vurulsun A üstü 4 bərabərdir. A üstü yenə burada toplanılır. Test tapşırığının doğru cavabı A üstü 10. Bəli. Bu da belə. Növbəti. 41. 41 çoxluqdur. Təzə yazmışıq buna aid. Çoxluğun dərsinin izahını vermişik. Hələ o ki, qala digərləri. Yəni, canlı yayında, YouTube kanalındakı elə dərsləri izləyən şagird bugünkü imtihanda bütün suallara cavab vermək yox, o sualları məhv eləməlidir. 41-ci sual. 41. A və B çoxluqları üçün A bərabərdir. 3, 4, 5, 6, 7, 5, 6, 7. Bax belə. B çoxluğu bərabərdir. B çoxluğu bərabərdir. 5, 6, 7, 8, N, A kəsişir B. Deyir, bunu sən tap. N, A kəsişir B-ni tap. Bax, belə bir sual.
Çox sadə və bəsit suallardır. Yəni indi o qədər belə deyərik. Vallahi mən hələ özümə söz verirəm. Deməyim. Bugün dərsdə də çox demişəm, hazırlıqda da o qədər demişəm. Asandır, asandır, asandır. İndi bu Dövlət İmtahan Mərkəzi də eşidəcək bunu. Deyəcək necə? Asandır. Yaxşı. Gələn səfər görərik. Bir də görərsiniz ki, 567 bu nədir? Ballardır. OTK nə deməkdir? Neymişsə nə deməkdir? Sənə OTK lazımdır. N A kəsişir B nədir? N saydır. Mən çoxluq dərsində sizə dəfələrlə demişəm. Yaxşı, mən demirəm, qoy tapsınlar. N saydır da. N A kəsişir B nə deməkdir? A kəsişir B-dəki elementlərin sayı deməkdir. Tapaq da. Bərabərdir. N. Bunu tapaq görək A kəsişir B nəyə bərabərdir? A kəsişir B nədir? Bəs iki çoxluğun kəsişməsi o çoxluqda olan ortaq elementlərdir. Aydın oldu. Ortaq elementlər. Demişik buna. Ortaq hər ikisində olan hansıdır? Ortaq. Bax. 5, 6. Görə bilirsiniz. 5, 6 ortaqdır hər ikisində. Olur N, 5, 6. N, 5, 6 nədir? 5, 6 çoxluğundakı elementlərin sayı. O da neçədir? 2 test tapşırığının doğru cavabı 2. Aydın oldu. Bu da belə. Növbəti bir test. Bəs, doğru. Əhsən. Diqqətsizlik görürsünüz. Qəşəng. Heç kim görmür ki. Heç kim görmür ki. Bayaqdan rəy yerinə yazırsınız. Aşıbqa 3 el. Mən nə yazmışam? Buradan bura necə şər atırsınız siz? Mən nə yazmışam? Bax, 7-ni də qaralamışam. Amma bir şeydə özümü belə deyək də, fürsətdən çıxa bilmirəm. Baba, o fürsət hardadır? Bax. Kim deyər? Yaxşı, rəy yerinə bir dənə yazın hələ. Rəy yerinə bir dənə yazın hələ. Müəllim, sən nə çəkirsən? Sənin kimi insanların burada yazdığı bu boş-boş sözlərin dərdini çəkirəm. Çox böyük dərddir. Burada bir şeyi yaddan çıxartmışam. Bax, hansıdır o? O məni artıq ələ verir də. Mən burada nəsə deyə bilmərəm. Bax, hardadır o? Ay, sağ ol. Bəli, əhsən. Bəli, bax, nə qədər də vəziyyətdən çıxsan, bir oğru hər şeydə bir iz qoyur. Amma profesional lazımdır ki, onu tapsın. Bax, burada mən nə qədər də fırlatsam, bax, burada ilişmişəm. İndi nə edirəm? 5, 6, 7 yazıram və düzəlir. Aydın oldu. Bəli, A ilə B-nin kəsişməsi 5, 6, bir də 7 də ortaq element. Yazdım bura, bu da bizə verdi. 3 elementlərin sayı 3-dür. Qadan alaram. Alma, neyinirsən, mənim qadanımı alarsan. Bu oldu belə. Növbəti 42 nömrəli sual. Bax, 42 buna aid biz canlı yayında da plan doldurmuşuq. Kök altda -32 A kub ifadəsində vuruğu kök işarəsi altından çıxarın. Vuruğu kök işarəsi altından çıxarın. Buna aid biz nə qədər yazmışıq? Canlı. İndi bizim burada o sadiq izləyicilərimiz var da, həmişə canlı yayını izləyirlər, təsdiq edirlər. Biz buna çox yazmışıq. Kimsə inanmaya bilər. Bir də ki, mən elə danışıram burada. Girib YouTube kanalında bütün dərslərə baxın, görərsiniz ki, çox nəinki bunu yazmışıq, bunun dərsini demişəm. Yazmaq bir qırağa. Vuruğu kök işarəsi xaricinə çıxardım. Uşaqlar, vuruğu kök işarəsi xaricinə çıxartmaq üçün birinci salam, təşəkkür. Birinci. A-nın işarəsini bilməliyik. A nədir? Mənfi deyə müsbət. Sən özün fikirləş, cüt dərəcədir. Bura həmişə mənfi olmayandır. Yəni müsbətdir, sıfırdır, belə bir şey. Müsbətdir bura. Burada mənfi daxil, bu da tək dərəcədir. Bu yerə mənfi olmalıdır ki, bunun mənası olsun. Bax, 100%.
Bu gərək mənfi olmalıdır ki, onun mənası olsun. Əks halda heç nə. A-nın mənfi olması bunun mənalı qiymətlərinə gətirib çıxardır. İndi tələsmədən yavaş-yavaş yazırıq. Mənfi qalır, kök altda mənfi. Burada diqqətli olunlar, incəlik tələb olunur. Burada diqqət. 32-ni elə 2 ədədini hasil şəklində göstərirəm ki, heç olmasa birindən kök çıxsın. O da nədir? Neçənci sinifdir? Bu 4 yoxsa 5? Bu ikinci sinifdir, ikinci sinif. 4 nə 4'dür, nə 5. Diqqətli ol, ikinci sinifdir. Mənfi 32-ni 2 ədədin hasili şəklində göstərirəm. 16 vurulsun 2. Bu A kubunu da, yenə onu da həmçinin eyni qaydada. Nədir o qayda? A kvadrat vurulsun A şəklində yazıram. Birindən kök çıxsın. Bax bura, diqqət. 16-dan kök çıxır 4. 16-dan kök çıxır 4. A kvadratından A mənfidir axı. Mənfi A çıxır. Kök o mənfini atdım qabağa 4A. İndi kök altında nə qaldı? Mənfi 2A. Vəssalam. Vuruğu biz kök işarəsi xaricinə çıxartdıq. Təşəkkür, minnətdaram. Bu oldu belə. Aydın oldu. Vuruğu kök işarəsi xaricinə çıxartdıydı. Biz bunu kök işarəsi xaricinə çıxartdıq. İndi gəlir 43. Faiz məsələsi. Modulda çıxartdım da, sadəcə o işarəni nəzərə aldım da orada. Axı şərt verib orada, A mənfidir ona görə. Bildim də, bax. Kök altda A kvadratdan kök nə çıxır? Modul A. Şərtdə də bizdə çıxartdıq da daha doğrusu. A mənfidir. Bu da bizə mənfi A verir də. Bu belə. Donduz, yəqin soyuldu ona görə. Donmamışam axı məncə. Harada olmuşam? Məncə donmamışam. 43. 43-də deyir ki, meyvə qurudularkən kütləsinin 60%-ni itirir. Meyvə qurudularkən 60%-ni itirir. 12 kiloqram meyvə qurusu almaq üçün 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Nə qədər təzə meyvə götürmək lazımdır. Bax, bu formada məsələlər şagirdlərin əksəriyyətinin ən çox yaralı yeri. Bax bura. Bunu öyrənin bir dəfə, canınızı qurtaran. Şagirdlərin çoxunun yaralı yeridir bu. Baxmayaraq ki, bu çox məşhur misaldır. Bunun bu yerini tuta bilmirlər ki, biz burada ədədin faizini tapaq faizinə görə də. Bu hissəsi aydındır. Çoxu bunu bilir. 60%-ni itirirsə 40%-i qalır. O heç. Biz onun üzərində çox da qalmırıq. Bax, bir dənə qulaq asaq bunu, öyrənə bunu, canımızı qurtaraq. Nədir o? Şagirdlərin çoxu bilmir də. Burada 40 tapıldı. Mən bunu faizini tapım ya faizinə görə ədədir. Uşaqlar, diqqətlə baxırıq bura. 60%-ni itirdi, qaldı 40%. Elə deyilmi? Bu 40%-i 12 götürürsən. 100%-ə x deyərsən. İndi deyərəm nəyə görə? Diqqət. Təzə meyvə. Yadda saxlayın. Həmişə təzə, ilkin qiymət. Onlar həmişə 100% götürülür. Yadda qalar. Təzə, ilkin, hamısı bunlar 100% götürülür. Bircə bunu başa düş, qutardı getdi. Təzə meyvə, yəni 100%-lidir. Ondan sonra o çəkisini itirir, nə bilim, nə edir? Artıq biz 100-lə onu müqayisə edirik. İtirirsə çıxırıq, nə bilim, nə əlavə edirik və s. Təzə 100-dür ona görə. 60%-ni itirdi, 40% 12. Nə qədər təzə meyvə? Aha, 100%, 100% x. Bəzən 100% deyəndə ümumi soruşulur. Faizinə görə ədədi də tapmaq olar birbaşa. X-i tapaq. 40x bərabərdir 12 vurulsun 100. X bərabərdir 30. Elə deyil, 3, 30 kiloqram. Vəssalam, test tapşırığının doğru cavabı 30. Faizinə görə ədədi də tapa bilərdik. 40%-i 12 olan ədəd. Eyni anlayış, eyni yanaşma. Bu da belə. Növbəti 44. 44-cü sual. 44 də sadə bir sualdır. A kvadrat çıx 16.
A kvadrat çıxılsın 16. Bölünsün A plus 4'ün kvadratı vurulsun. 4 plus A. 4 üstə gəl A. Bölünsün 8 minus 2A. Rasional kəsirlər, nə bilim, cəbri kəsirlər, bax bunlarla bağlı bir test tapşırığıdır və çox da sadədir ha. Yəni belə deyim də uşaqlar, toplumun hamısını bilən şagirdlər bunu məhv edirlər bugünkü OTK sınavını. Asandır bu, burada ümumiyyətlə hamısı asandır. Bizim canlı yayınlarımıza hər gün qoşulanlar, heç hazırlığa demirəm ha, canlı yayına qoşulanlar, YouTube-dan dərslərimizi və yaxud da ki, canlı yayını izləyən şagirdlər bugünkü OTK-nı hamısını yazmalı idilər. Onların artıq borcudur da yazmaq. Çünki belə dərs keçmişik. Özləri üçün xeyirdir də. Sadə bir yanaşma, adi primitiv, şablon yanaşma. Nə edirik? A kvadrat minus 16-nı sən vuruqlara ayır. Necə ayırırsan? A minus 4, A plus 4. Məxrəc də olduğu kimi qalır. Məxrəc qalır olduğu kimi. A üstə gəl 4'ün kvadratı. Vurulsun. Yuxarıda 4 plus A qalır. Aşağıda 2 çıxır mötərizə xaricinə. Qalır 4 minus A. Bərabərdir. Növbəti işim. İxtisar aparmaq. Bax bura. A plus 4'ü 4 plus A. Elə bu A plus 4'dür də eyni anlayışdır. Eynidir. A plus 4'ü A plus 4'ə vursaq A plus 4'ün kvadratı bunlar getdi. Aydın oldu. Plusda qorxusu yoxdur. Amma minusda. A minus 4-dən 4 minusa ixtisar gedir, amma mənfi çıxır qarşıya. Çünki A minus B ilə B minus A əksdir. Mənfi çıxır qalır mənfi 2-də 1. Ya mənfi 2-də 1, yaxud da mənfi 0,5. Test tapşırığının doğru cavabı mənfi 0,5. Bəli. Növbəti gəlir 45. 45. Uşaqlar, ekranları bəyənək də. Mən danışıram, çoxu da qulaq asır, amma heç kəs ekranı bəyənmir. Niyə? Səbəb. Neynəmişəm mən sizə? Bayaqdan izah edirəm. Bir də ekranları bəyənin də. Xahiş edirəm, bir də sürətlə ekranları bəyənin, canlını paylaşın. O canlımız onsuz da bu kəşfətdədir. Təşəkkür. Bəyənirsən, bax, əla. Bilmirəm, vaxt tapanda da, amma 8-dən sonra, 20:00-dan sonra bəyənək, ekranları bəyənək və canlını bacardığımız qədər paylaşın. Bu daha çox. Əlini izah edin, zəhmət olmasa. Zəhmət deyil, xoşdur. Biraz səbirli ol, hamısını izah edirəm. Əvvəldən axıra qədər inşallah izah edəcəm. Ekranları bəyənək. Bəli, var. Təşəkkür. Adın şübhəlidir. Yazmışsan ki, çox gözəl izah edirsin müəllim. Sənin bu dediyin də biraz şübhəli. İnanım sənə. Hə? Buna profil adı seçmişsən, şübhəli. Sürətlə bəyənək 40.000-ə doğru. Canlı yayını paylaşın. 100% müəllim, bəli. Qəşəng. Qırx beş. 45'də deyir ki, 0 tam dövrdə 3 üstə gəl. 1 tam dövrdə 3 üstə gəl. 2 tam dövrdə 3 bərabərdir. Deyir, bu cəmi tam. Bu cəmi mən sizə, Allah, bu səma gəldi, tapıldı. Bu neçə vaxt idi, yox idi. Bizim canlı yayınımızın yaraşığı. Təşəkkür. 8, 7, bütün siniflərim var, paylaşım var, YouTube kanalına girin. Ay Allah, bu səma hardan gəldi, çıxdı? Bax, bu belə bir test tapşırığı bugünkü sınavda təklif olunub. 0 tam dövrdə 3, üstə gəl 1 tam dövrdə 3, üstə gəl 2 tam dövrdə. Uşaqlar, mən bunu sizə daha sadə şəkildə deyirəm. Şablon üsulla demirəm də. Yəni, bunların hər birini çevir. Olar bu şəkildə də başqa bir usula da müraciət edək də. Nə edirik? Nə edirik? Tamları ayrı, kəsirləri də ayrı. 0 üstə gəl, 1 üstə gəl, 2, 3 tam. 3, 3. Bu da 3. 9. Bu bərabərdir.
3 tam bunu çevirəndə 9'da 9 olur da. 9'da 9 1 verilir. Burada da 3. Cavab oldu 4. Vəssalam. Dərhal. Deyir qısa və net. Birbaşa. Yazdım bu şəkildə. Tamları, kəsirləri ayrı. Saf dövrü onluq kəsildi. Tam qaldı. Surətdə bu məxrəcdə bunların sayı qədər yazdıq. Hazır. Aydın oldu. Bu da belə. Cavab oldu 4. Çox asan. Növbəti bir sual. Növbəti 46 sayılı sual. Gör nə deyir? Deyir ki, tərəfləri 4 və 6 olan paraleloqramın perimetri paraleloqramdır, tərəfləri 4-6'dır. Sizcə tərəfləri 4-6 olan paraleloqramın perimetri nə olacaq? Biz demişdik də buna aid. Təşəkkür. Bəli, tam haqlısınız. Elədir. Tərəfləri 4 və 6 olan paraleloqramın perimetri tərəfləri 4-6 olan paraleloqramın perimetrinə biz düzbucaqlının perimetri kimi baxırıq da, elə 2 A plus B-dir tərəflərin cəmi. 2 vurulsun, 4 üstə gəl 6. Tərəfləri 4-6 olan paraleloqramın perimetri, yəni bu, tərəfi A olan rombun perimetrinə bərabərdir. Tərəfi A olan rombun perimetri nədir? 4 adda, ona da kvadrat kimi baxırıq. Kvadrat kimi yox, yəni perimetri kimi baxırıq. Tərəflər bərabərdir. A-nı soruşur səndən. Tutardı bu sadə bir tərmişdir. Buradan A-nı tapırıq. Hesablayaq da 4, 6, 10, 20 bərabərdir 4A. A da bərabərdir 5. Bu da belə. Aydın oldu. Uşaqlar, sürətlə ekranları bəyənirik 50 minə doğru. Canlımız inşallah ki, kəşfətdədir. Qoy daha çox şagirdlər izləsin bunu. Səsə nə oldu elə bir? Hiçbir şey. Məncə qaydasındadır. Səsə nə ola bilər? Tək həmişə bizim səsimiz gəlsin. Valla bu mikrofon mənə də xoş deyil. Bu mikrofonu məcburiyyətdən almışam ki, çöldə maşınlar keçir, siqnal qururlar, nə bilim, biri mahnı qoyur keçir, o səs düşür bura. Mən bu mikrofonu bir balaca söndürsəm, səsdən burada o tərəfə gedəcək. Sən yeni gəldin, xoş gəldin. Həmişə sən gələsən. Riyaziyyat dərsidir. Bilmirəm. Uşaqlar, 47 sayılı test tapşırığı. Burada bu 47 elə belə qorxulu şəkildə verilib. Hətta mən deyərdim ki, orada ən sadə sual 47 daha. Baxırıq bura. 2026'nın kvadratı. Özdə ildə 2026. 2025'dən keçdikdə bura. Hamısı nəzərə alınır. Minus 2025'in kvadratı bölünsün 4051. Üstə gəl markerə qənaət. Üstə gəl 2025 kvadratı çıx 2024'ün kvadratı bölünsün 4049. 4049 bərabərdir. Bax, belə bir misal. Misal elə də çətin misal deyil. Baxanda, bax, belə bil də, bu misalı bildinsə, burada ən sadə misal budur. İlk baxışdan baxanda eybəcər, qorxulu bir misal kimi görünür. Mən sizə dəfələn demişəm ki, misal qorxulu veriləndə özünüzü qorxutmayın. 3 saniyə, 4 saniyə dərindən nəfəs al, gör qorxsan nə olacaq ki? Baxanda eybəcər verir, amma sadədir. Mən bunu birbaşa burada yazmaq istəyirəm. Da vurğulara ayrı bütün hamısını yazmıram. Uşaqlar, bunların fərqi bizə nə verir? Fərqi. Çıxsa, çünki A kvadrat minus B kvadrat nədir? Bir dənə fərq, bir dəfədə cəm. Bunların fərqi sənə 1 verdi. Razısan da məndən. Kvadratlar fərqidir. Fərqi 1 verdi, heç lazım deyil bizə. Cəmi də hesablasan 4051 verər. 4051'in 4051'ə nisbəti sənə verdi 1. Üstə gəl. Bu da həmçinin. Fərqi 1 verdi. Cəmi 4049 verir. Böldüm, bu da 1. 1 üstə gəl 1. Cavab oldu 2. Utanmır, bu boyda misala baxır. Bir boyundan utan. Cavab oldu heç də hazır. Aydın oldu. Bu da belə. İndi gəlir 48.
O baxır onu yoxlayanın insafına. Onu yoxlayanın insafına baxır. 48 gəlir, hə? Bəli, bu qədər asan, bu qədər sadə. 48. 48-də nə deyir? Deyir ki, mərkəzi O nöqtəsində şəkil verib də, belə bir şəkil verib. Buradan bax, gəlir bura. Sonra gəlir bura. Bu O nöqtəsi mərkəz buradadır. A, T, A, T. Bura D'dir, bura C'dir. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə AT toxunandır, şəkildən görürsünüz. AD isə kəsəndir, bunu da görürsünüz. AC 4-dür. Ən yaxşı gəlin uşaqlar, bu verilənləri şəkil üzərinə köçürdək. Görək başımıza nə iş gəlir. AC 4-dür. AC burada 4 verirəm. CD də 5-dir. CD də bax bura 5-dir. Bizdən AT soruşulur. Yəni, o qədər primitiv sualdır ki, hazırdır da. YouTube'da biz nə qədər buna aid yazmışıq? Çevrədə metrik münasibətlər deyirlər də buna. Həndəsədə, riyaziyyatda. Buna deyirlər çevrədə metrik münasibətlər. Sən burada nə görürsən? Əgər görə bilirsənsə, çevrə verilib sənə. AC, yəni kəsənin uzunluğu da var, bu da var, toxunan soruşur. Biz bilirik ki, nəyi bilirik? Çevrədə metrik münasibətlərə görə qayda necədir? Odur, bu Həzrət yazıb orada. Bütün hər formada şagirdlər var, müqəddəslər də buradadır. Maşallah olsun. Qayda nədir? Toxunanın kvadratı. Toxunanın kvadratı. AT soruşulmur səndən. Toxunanın kvadratı bərabərdir. AT-nin kvadratı bərabər. Qayda necə idi? Toxunanın kvadratı bərabər. Kəsənin xaricdəki hissəsi, yəni Amerikada olan hissə, zarafat edirəm. Xaricdəki hissəsi, yəni bu hissə. Ora bax, fizika dərsidir. Alman dili deyil axı, niyə yalan danışırsan? İngilis dili dərsidir. Xaricdəki hissəsi 4-dür də. Kəsənin xaricdəki hissəsi 4. Vurulsun bütöv. Bütöv nə qədərdir? 4 üstə gəl 5, 9. Vəssalam. Qayda belədir. Toxunanın kvadratı bərabərdir. Toxunan AT-dir də. Onun kvadratı bərabərdir. Kəsənin xaricdəki hissəsi, yəni 4. Vurulsun ümumi hissə 4 üstə gəl 5, 9. Bu da sənə verir 36. Kvadrat 36 və müsbətdirsə AT bərabərdir 6 və salam test tapşırığın doğru cavabı 6. Hə, çox sağ olun, bir də ədəbiyyat. Yox, ədəbiyyat deyil. İngilis dilidir. Növbəti. Qırx doqquz. 3x minus 2y. 3x minus 2y bərabərdir 12. 2x üstə gəl 3y bərabərdir mənfi 5. X minus y fərqini deyir, tapın. Çox sadə, bəsit, primitiv bir misal. Yəni, buna aid siz nə qədər yazmışsınız? Buna aid burada canlı yayında biz çox yazmışıq. Burada birinci fikirləşərsən ki, burada nəsə bir elementar çevirmə edim, bura gəlim. Haqlısan, var belə məsələlər. Yəni, zaten çoxlu test işləyən şagirdlər də birinci onu fikirləşir. Bu əladır, normaldır və belə də olmalıdır. Niyə də olmalı deyil ki? Biraz fikirləşirsən ki, nəsə qeyri-adi bir şey eləyəsən, biraz burada qurtlanansan, nə edirsən, belə elə görürsən ki, heç bir iş çıxmır, başını buraxırsan və keçirsən nəyə? Məcburi şəkildə həllə. Cəbri toplama üsulu. Amma burada 2-dir, burada 3-dür. Bunu vuracam 3-ə, bunu da vuracam 2-yə. Tadı getdi. Və sonra toplayacam tərəf-tərəfə. Aydın oldu. Toplayaq. 9, 4, 13x. Bunlar gedəcəkdə 6, mənfi 6. Bunlar gedir. Bərabərdir. 36,
Burada da 10. Çıxırıq 26. X oldu 2. X-i 2 tapdıqdan sonra istənilən birində yerinə yazıb. Bəli, dədə-baba üsulu. X-in istənilən X-in qiymətini istənilən birində yazıram. Sən yazaq burada da. 2 dəfə 2 burada da yazıram. 4. Üstə gəl 3y bərabərdir -5. 3y neçə olur? -9. Y də oldu -3. X məlum, Y məlum, yeriniz məlum. Neyinirik? X minus Y fərqini tapırıq da. Bu da bərabərdir. X 2 çıxılsın -3. Bu da bizə verdi 5. Uşaqlar, sizə bir söz deyim. Bunu niyə vurdunuz 2-yə 3-ə? İndi mən bunu sənə desəm çətin olar. Gərək vaxtında öyrənərdin. Burada mən dərs olar bir dəfə deyəcəm. Tərkib sistemi də toplama üsulu. Uşaqlar, bilmirəm, burada neçənci misaldır? Bir neçə misal var ki, cavab 5-dir. Hardasa mən bugün uşaqlarla işləyəndə 3 misalın, 3 test tapşırığının cavabı 5 idi. Bilmirəm, fikir vermişsiniz sonra. Hətta orada misal var idi, ard-arda. Bundan sonraki misal var, o da 5-dir. Səhv eləmirəmsə, 3 test tapşırığının cavabı 5 idi. Hətta 2 test tapşırığı var idi, ard-arda 5 idi. İndi bilmirəm. Yox, bilmirəm, başa salardınızda başa düşdüm. Bildim, mən bildim ki, sənin indi ürəyin yanır. Sən oldun ürəyi təmiz, mən oldum paxıl. İzah edən mənəm, mənim canımdan gedir ki, sən indi ürəyi təmizsən də. Başa düş ki, burada misalların izahını deyirəm. Mən əgər bunu bilmirsə, gələ mən bunun üçün dərsi buraxım, cəbri toplama usulunu izah edeyim. YouTube kanalımda vardı, girsin, baxsın da, nə olar ki? Bu isə nəyə oxşur? Elə bir ki, birinin evinə qonaq gəlir. Qonşuya qonaq gəlir, sən qayıdıb qonşuya deyirsən ki, bunun üçün bir dənə qəşəng qoyun kəs, qonaqlıq ver də buna. Bir insaf da yaxşı şeydir. Gör sən indi ürəyi təmizsən, belə ürəyin yanır, özün qonaqlığı ver də ona. İndi burada sən lap məni belə şey kimi göstərdin, paxıl amma özünü əməlli başdı. Davam edək, yaxşı. Bax, bunun cavabı 5 idi uşaqlar. Bundan sonraki test tapşırığı var. Deyir o nə sirri ilahidir ki, onun da cavabı 5-dir. Çox qəribədir. Online hazırlıq keçirsiniz. Bəli. Arıqlamışsa, sən bizə hardan, nə vaxtdan belə izləyirsən? 50. 50. Mənim pencə təzədir. M bərabərdir 0,25. M bərabərdir 0,25. 256 üstü 3M. Üstə gəl 4 üstü -2M. İfadəsinin qiymətində. Bunun da cavabı 5-dir. Bax, ard-arda 2 dənə. Uşaqlar, bu test tapşırığı çox da çətin deyil. Bu bir balaca problem yaradı bu günləri. Yenə deyəm, indi çox belə deyim də, burada bir balaca, bir-iki misal var, onlar da asandır, yəni digərlərinə baxanda. Bu biraz problem yaradıb ki, burada bu M-i gətirmək. Özünüzü qorxutmayın. Yəni, belə misal görəndə M verdibsə M-i yerinə yazaram. Amma gəlin biraz fikirləşək. Bunu 4-ə gətirək hər ikisini, sonra yazarıq. 256, 4-ə də gətirə bilərsən, 2-yə də gətirə bilərsən. Problem deyil. 256, 4-ə gətirsəm 4 üstü neçədir? 4-dür də, 3M. Bunu gətirdim 4-ə. 256-nı 4 üstü 4 yazıram. Üstü 3M, üstə gəl. Bu 4-ə dəymirəm. 4 üstü -2M bərabər. Bu oldu 4 üstü 12M. Üstə gəl 4 üstü -2M. Bunun bu yerində biraz şagirdlər problem yaşayırlar. Çox az şagirdlər, demirəm belə əksəriyyəti. Onlar elə bilirlər ki, biz burada neyniyək də, sonra neyniyək. 4 üstü 2M var, qorxutmursunuz özünüzü. Birbaşa bir məntiq işlədirsiniz ki, heç nə. M-in qiymətini aparıb burada yerinə qoyarım da. Başqa nə ola bilər ki? Sadəcə bir dənə M-i yazıram nə? 4-də 1 kimi. 0,25 4-də 1-dir. M-in qiymətini aparıb orada yerinə yazırıq. Vəssalam.
Bu da bərabərdir. 4 üstü 12 vurulsun. M neçədir? 4-də 1. Üstəgəl 4 üstü mənfi 2 vurulsun. M 4-də 1 bərabər. Burada hardasa səhv eləmədi. Elə yazılır. Özümüz üçün yazırıq. Səhv eləməmişik. Bir dəfə də baxın. 0,25 düzdür. 256 3M 4 üstü mənfi 2M bu da düzdür. Düz yazırıq. 4 üstü 4 aha 3M 4 üstü mənfi 2M doğrudur. 12 vurulsun 4'də 1 mənfi 2 vurulsun 4'də 1 bəli. Bu verdi bizə 4'ün kubu. Yəni 64. 64. Üstəgəl. 4 üstü mənfi 2'də 1 verir də bizə. 4 üstü mənfi 2'də 1. 4 üstü mənfi 2'də 1. Sən paralel vurdun, niyə? 64 üstəgəl. Bu da bizə 0,5 verər yəqin ki də. 4 üstü 2'də 1 2'nin kvadratıdır. 2 üstü 2 vurulsun mənfi 2'də 1. Bunun cavabı 5 deyil. Mən səhv bilmişəm. Yəqin ondan sonrakıdır. 64 üstəgəl 0,5. Bu da bizə verdi 64,5. Vəssalam. Oldu belə. Aydın oldu. Mən elə bildim bunun cavabı 5'dir. Ona görə başım qarışıb da. O qədər bugün işləmişik bunu. İmtahan bundan çətin olar. Hansı imtahan? Buraxılış imtahanı. Elə də yox. Buraxılış imtahanı əgər soruşursansa elə də yox. Paralelgram sualın cavabı da bəli 5 idi. Cavab 64,5. Hesabladığın yerinə qoydum. Mən niyə biraz tərəddüd elədim? Çünki elə bildim ki bunun cavabı 5'dir. Burada bir neçə misal var ki cavabı 5'dir ona görə. Biraz qatı danışım. Bu saat. Bəli, burada özümüzü qorxutmuruq. Sadəcə aparıb qiymətləri yerinə qoyuruq. Vəssalam, işimiz tamam. Burada bayaq sual verildi ki, imtahan da belə düşər. İndi mən bilmirəm də hansı imtahanı deyirsiniz siz? Buraxılış imtahanı, blok imtahanı. Əgər buraxılış imtahanını soruşursunuzsa, buraxılış imtahanı da hardasa bu formada biraz çətin olardı. Çünki bugünkü imtahan həqiqətən asandır. Yəni, nə sizə blok belə düşə bilər və belə deyim, nə də buraxılış sizə. Heç buraxılış da belə düşməyəcək. Deyim sizə, 9'un buraxılışı da sizə belə düşməyəcək. Yəni, belə deyim də, arxain olmayın. Mən bilmirəm, indi bu Dövlət İmtahan Mərkəzinin biraz mən kurallarını tuta bilmirəm. Onlar nə deyirlər? 51. Müəllim, dərs başıma girmiş. Nə bilim valla. 51. Olan işki keçib gedər. Boş ver. Deməli, 51'də A bölünsün B bərabərdir 5'də 3'dür. A bölünsün B bərabərdir 5'də 3. B bölünsün B minus A bərabərdir. User, bəsdir də A user. Eyni sözü bayaqdan yazırsan, ard-arda yazırsan. Müəllim, qız sevirəm, dərs başıma girmir. Mən neyim? Yığışaq bu canlıdakiləri yığa sənin üçün elçi gedək. Neyim axı? Bala, cəmaatın öz dərdi özünə bəsdir də. Eyni sözü bir dəfə yazdın, 2 dəfə yazdın, 3 dəfə yazdın, bildik də. Yaxşı, biz neyim? Zalın balası dayanmır, ard-arda yazır. Sizə buraxılış bundan da çətin düşür. Bəli. Yəni deyim sizə, buraxılış bundan çətin olacaq. Da demirəm, buraxılış bundan belə
şiddətli şəkildə çətin olacaq. Amma yəni fərq olacaq. Elçilik üçün tezdə də baş belinizi aparma da, yazma da bura. Get başqa səhifələrə yaz. Burada 3-4 nəfər oxuyur, hələ baxım onları da yoldan çıxarda bilirsən. A bölünsün B 5'te 3'tür. B bölünsün B minus A'nı deyir. Tapın. Uşaqlar bunu müxtəlif üsullarla yazmaq olar. Diqqət. Bəzən buna A'ya X deyirlər, 3X deyirlər, B'ye 3X, nə bilim A'nı tapırlar yerinə yazmaq olar. Üsulları bir çox dənə var. Amma baxın bura. Birbaşa yazıram bunu. Törəmə tənasüblə. Törəmə tənasüb nədir? Tənasübün bir tərəfinə hansı əməliyyatı aparırsansa, digər tərəfinə də tənasübün bir tərəfi. Yenə də 2-3 usulu var bunun. A'ya 3x, B'ye 5x, nə bilim A'nı 3, B'ni 5 götür, A'nı belə tap, nə bilim çoxdur da. Amma buna bir fərqli yanaşaq da. Həm də burada törəmə tənasüb də nədir onu da öyrədim sizə, deyim və demişəm də. Törəmə tənasüblər kimi baxırıq. Necə baxırıq? Törəmə tənasüb odur ki, bir tənasüb verilir sənə, o tənasübün bir tərəfinə hansı əməliyyatı tətbiq edirsənsə, digər tərəfinə də o əməliyyatı tətbiq edirsən. Və salam, sol tərəfə neynəmirsən? Sol tərəfdə bu B bölünsün, B bölünsün. Yəni burada da olacaq 5 bölünsün. Əlim, barmağım dağıldı bura bulmaqla. Məxrəcdə nə olacaq? B minus A. B minus A, yəni 5 minus 3. Aydın oldu dediyim. Bax, bir daha deyirəm. Mən buna istəyirəm biraz fərqli yanaşım. Törəmə tənasüblərdə olduğu kimi. B bölünsün B minus A. B böl, 5 böl. B minus A, 5 minus 3. Xoşuma gəlmir. A'nı 3, B'ni 5 götür. 2/5. Aydın oldu. Bu 5 bölünsün 2 nisbəti ilə bağlı da sizə bir bilik deyim. Bu 5 bölünsün 2 var. Dünyada yeganə nisbətdir. Daha ikinci belə bir nisbət yoxdur. Bu nisbətin qədrini bilin. 5 bölünsün 2. 2 keçir belə, 5 də gəlir bu şəkildə. Bax, 2 ilə 5 elə buradadır. Dünyada yeganə nisbətdir bu. Bu nisbətin qədrini bilin. İkinci başqa belə bir nisbət yoxdur ki, bunu buna böləsən, bunlar dəyişilsin burada. Bu belə. Növbəti romla bağlı bir məsələ. Bunu da dedim sizə. Nə mənası var bunun? Heç bir mənası yoxdur. Dedim də. Nə mənası var? Burada məna niyə axtarsan? Bu bir, sən riyaziyyatı belə, neysə, heç nə demirəm, qoy qalsın belə. Adam nə qəşəng bir şey deyir. Bir istəyirsən ki, şey çatdırasan, həvəslə. Mən indi dedim ki, orada bir çoxları yazacaq ki, nə gözəl, nə yaxşı, bu belə nə mənası var bunun. Deyir, o sındı, qolum, qanadım yanıma düşdü. 52. 52. Deyir ki, ABCD rombunda belə bir romb verilir bizə. Bax, daha. Belə bir romb. A, B, C, D. Bax, bununla bağlı bir əhvalat deyim sizə. Bəlkə də çoxunuz eşitdiniz. Həm də yorğunluğunuz çıxsın, keçək dərsə, bayaqdan yazıram. Deməli, indi onu deyirəm də, mən qaldım pis vəziyyətdə. Deməli, bir ata uşaqlarını yığır başına, çubuqları götürür. Bəlkə də çoxunuz oxumuşsa, deyir, güc birlikdə olduğunu göstərmək üçün. Fikirləşir ki, uşaqlara tək-tək verir çubuqları, deyir, sındırın, hamısı sındırır. Sonra götürür, topa şəklində verir. Yəni, fikirləşir ki, uşaqlara topa şəklində versən bunu, uşaqlar bu çubuqları topa şəklində sındıra bilməzlər. Mən də qayıdıb deyəcəm ki, görürsünüz, güc birlikdədir, ona görə bir olun falan. Fikirləşir ki, bunlar sındıra bilməzlər də bunu. Uşaqlara çubuqları tək-tək verir, uşaqlar sındırırlar.
2-2 verir, sındırırlar. 3-3 verir, topa şəklində 10-10 verir. Uşaqlar vəhşi şəkildə sındırırlar. Axırda atasına deyir, uşaqlar qayıdıb atasına deyir ki, ata bəs bunun nə məsələdir? Deyir, heç nə. Mən sizə nə deyim? Hamınız vəhşi şeylərsiniz. Yəni istəyirdim ki, sizə göstərim ki, güc birlikdədir. Siz də maşallah. Elə olmalıydı ki, o da topa şəklində sındıra bilməliydilər də. Ora başlayaq dərsə. Görürsən, bax burada ata sifariş verir bu. Deyir, başlayaq dərsə. OTK yoxsa güvən. Güvən. O TikTokda var, bu tərəfdə gəlir. OTK yoxsa güvən. Başım belə edir bu tərəfdən. Şagirdləri qınamıram. Yəni indiki şagirdlərlə bir 10 il bundan qabaqki şagirdlər, 15 il bundan qabaqki şagirdlərdən fərq var. O da niyə belədir? Mən də deyirəm. Çünki bizim evimizi yıxan bu TikTokun bu qısa videolarıdır. Qısa videolar var, bir dəqiqəlik, nə bilim, o qədər ötürürük. Bizim bu TikTok başımızı xarab edib qoymur da, düşünməyə qoymur insanları. Bu da təbii ki, məqsədli şəkildədir. Yəni bilmirəm, insanları məhv eləmək istəyirlər, nə eləmək istəyirlər, düşüncəsini pozmaq istəyirlər, hər şey ola bilər, həyatda da. Yəni insanları bu TikTok vasitəsilə, bu TikTokun bu qısa videoları var da, düşünməyə qoymurlar. Biraz ötürürsən, hamısı belə, ürəkləri partlayır, ay Allah. Biraz danışırsan, səbri çatmır qulaq asmağa. TikToku silmək lazım deyil, dərdinə getmək lazım deyil. 52. ABCD rombunda. Bəli, indiki uşaqlar çox fərqlidir. Təsəvvür edin, indiki uşaqlar süni intellekt vaxtında düşən şagirdlərdir. Siz hansı nəsil gedirsiniz? O alfa nəsli var, beta nəsli var, nə bilim. Bir ara bölmüşdülər də o nəsilləri. ABCD rombunda bucaq A 3x minus 10 dərəcədir. Bax, daha bura. 3x minus 10 dərəcədir. 3x minus 10 dərəcədir. Heç özüm də bilmirəm, hə? ABCD rombunda 3x minus 10 dərəcədir. B bucaq A və C də 2x plus 10 dərəcədir. 2x plus 10 dərəcədir. 10 dərəcədir. ABD-ni tapın. ABD, bax bu bucağı tapın. Bu bucağı tapın. Bu ABCD romdur. İnşallah ekranları bəyənəkdir. PDF satırsınız. Sən bazar açmısan burada. İnşallah ekranları bəyənəkdir. Hər birinizdən xahiş edirəm. Sürətlə 70 bin. Bu canlı yayının sonuna qədər bir 100 min bəyəni olsun. Hə, vallah da. Elə bilirsiniz ki, dərs keçmək asandır. Bax, bu canlı yayındakı dərs var. Vallah deyirəm, hazırlıqdakı dərsdən də çətindir. Orta məktəbdəki dərsdən də çətindir. Nəyə görə çətindir? Çünki hazırlıqda ya orta məktəbdə dərs keçən də şagirdə bir tapşırıq verirsən, heç olmazsa 5 dəqiqə özün dayanırsan da, bu çənə dayanır. Və yaxud da ki, nə bilim, şagird misal həll edir, ondan soruşursan, burada dayanmaq yoxdur. Mən burada dayansam, canlı yayın belə olacaq, şükür. Mən məcburam danışmalıyım. Müəllim olmağa dəyər, niyə razılaşıram. Müəllimliyə əgər həqiqətən həvəsin, marağın, bu səndə belə dəhşətli dərəcədədir, dəhşət müəllim olmaq istəyirsənsə, ol, dəyər. Amma ki, yox, sadəcə müəllim olmaq istəyirəm, dəyməz. Yəni, çox çətindir, çox, həddindən artıq çətindir. Dəhşətli dərəcədə çətindir. Hər vaxtınız xeyir. Deməli, ABCD romdur. Diqqət. ABCD. Bu romdur, rom. Nədənsə bu rom həmişə gözünün qabağına Rembo gəlir. Bilmirəm niyə. Rembo.
ABC'de romdur. Bura 3x minus 10'dur. Bura 2x plus 10'dur. Bizdən bu ABD bucağını soruşur. Biz burada nə edirik? Biz bilirik ki, rombun qarşı bucaqları bərabərdir. Biz bunu bilirik də. Rombun qarşı bucaqları bir-birinə nədir? Bərabərdir. Vəssalam, hazırdır. 3x minus 10 dərəcə bərabərdir 2x üstəgəl 10 dərəcəyə 10. Çıxdım bu tərəfə qaldı x. Bərabərdir 10 üstəgələk 10, 20 dərəcə. Sən x-i tapdın 20 dərəcə. Aparıb burada qoyursan yerinə 3 dəfə 20, 60 çıxdın elədi 50 dərəcə. Elə deyilmi? Əlbəttə elədir. 50 dərəcə. İndi 50-dirsə, axı romdur, bunlar bərabərdir. Bərabər yanlı üst bucaq, daha təpə bucaq. 50-də oturacağı bitişik bucaqları tapaq. Bərabərdə oturacağı bitişik bucaqlar. 180-dən 50-ni çıxıram. Neçə edir? 130, 2-yə bölsəm 65, 65. Bu bucaq oldu 65 dərəcə. Və yaxud da xoşuma gəlmir, gəl belə tapaq. Bura 50-dir, bir tərəfə bitişik bucaqların cəmi 180 daxı. Bura düşür 130. Axı biz rombun xassələrindən bilirik ki, rombun diaqonalları rombun bucaqlarının tənbölənləridir. Yəni rombun diaqonalı onun bucağının yarı bölür. Yarı bölürsə 130'un yarısı 65. Belə də deyirəm. İndi bax da neçənci sinifdir? 8. Malada səhv yazmışam. Ömrümdə ilk dəfədir səhv yazdığına görə özünə təşəkkür bildirəm. Həmişə az adam olurdu. OTK dedi, kim sənədir? Sən lap bizim zəhmətimizi vurduğuna görə. Niyə həmişə az adam? Həmişə belə olubdu. Elə 110, 120. İndi hərdən düşüb aşağı 80, 90. Müəllim, harada qalırsınız? Səhərdir. Sən səhər olduğunu hardan bilirsən? Sən, ay sənin başına dönüm. İşıqdır da, evdə işıq yanında səhər olur. Bu da getdi, 52 də getdi. İndi gəlir neçə? 53, üçbucaq məsələsi. Bitki sualını izah edin də. Bitki sualı nədir? Sən salamatçılıqdır səndə. Hə? Bitki sualı harada? Bitki sualı yoxdur axı burada. Hər şey qaydasındadır. 53. Deməli, belə bir üçbucaq verilib. Bu şəkildə. A, B, C, 90 dərəcə, D, ABC düzbucaqlı üçbucağının bitki sualını deyir. Bitki nədir axı? Burada bitki sualı yoxdur axı. Bitki bilirəm nədir. Torpaqda bitir, nə bilim nə. Burada yoxdur axı belə bir şey. ABC düzbucaqlı üçbucağının AC tərəfi üzərində D nöqtəsi götürülüb. ACB 90'dır falan. AB 11'dir. BC kökdə 21'dir. AD 8'dir. BD parçasının uzunluğunu deyir tap. Bizdən soruşulur BD. BD soruşulur bizdən. Meyvə qurusu məsələsi də, bitki. Mən də fikirləşirəm, izah elədim də bitkini faizlə olan. İndi vaxt qalsa axırda bir dəfə də qutaraq bunu, sonra sizin üçün maraqlı olan suallar hansılardır bir də izah edirəm. Zaten bu YouTube kanalına yerləşdiriləcək. Bitki sualı, bitki sualı. Özə nə geçən belə sərgəli toxunur. Fikir verməmişdim. Bitki sualı. Belə bir düzbucaqlı üçbucaq verilib. Bu düzbucaqlı üçbucaqda AB 11'dir. BC kökdə 21'dir. AD 8'dir. Bizdən BD soruşulur.
Cavab 5-dir. Hə, görürsünüz, bax, növbəti 5. Bayaqlar 10 dedim. Dedim, bir neçə məsələ var ki, o da cavab 5-dir. Bax, biri də tapıldı. Gördünüz, bax, biri bu. Biz burada nə edirik? Heç nə. Əvvəla sən burada AC-ni tapa bilərsən. Pifagor teoreminə görə. Elə deyil. Pifagor teoreminə görə sən burada AC-ni tapa bilərsən. Hipotenuz verilib, katetlərdən biri verilib, digər katet belə tapılır da. AC bərabərdir kök altında. Hipotenuzun kvadratı. Çox sərt danışıram. Mən sərt danışıram. Vallahi mən bilmirəm sən necə baxırsan. Mən sərt danışıram. Necə sərt danışıram? Normal danışırdı da. Mən hətta deyərdim ki, çox rahat danışıram. Nə bilim. Bizim dərsimizə qoşulanlar dərsdən belə çıxmaq istəmirlər. Yorğunluğunu atırlar. Hətta bununla bağlı təriflənmir özünü. Nəysə, ola bilər. Bura 11 kökdə 21. AC bərabərdir kök altında. AC bərabərdir kök altında. Kommentlərə mən sərt demirəm. Zarafat yana danışıram da. AC bərabərdir kök altında. Bunun kvadratı. 11-in kvadratı 121. Minus kök altında 21-in kvadratını neçə edəcək? 21. Bu bizə verdi kök altında 100, kök çıxdı 10. Kök çıxdı 10. AC oldu 10. AC-ni tapdın 10. Əlbəttə ki, tapdın. Bax, bir şey deyim də, indi bu yəqin ki, sərt danışırsınız deyəndə, sən də mənim yerimdə olsan, bax, burada səbir lazımdır. Mən çox şeylərə göz yumuram. Bax, adicə bir məsələ deyim də, bu canlı yayında bir dəfə demişəm buna. Sən də olsan əsəbləşərsən də. Biri mənə WhatsApp-da ard-arda yığıb. Ard-arda yığıb WhatsApp-da. WhatsApp-a bunun əlindən girə bilmirəm. Telefona zəng eləyir. Əməlli başlı daha axır səs atıb mənə. Təsəvvür edirsiniz, bu qədər prosesdən sonra mənə səs atıb WhatsApp-ma. Girmişəm WhatsApp-ında. Sizcə mənə səs nə ata bilər? Bax, təsəvvür ard-arda WhatsApp-a yığır, ard-arda yığır. Buna həm də dərsdə oluram, cavab verə bilmirəm. Telefondan yığır. Axır girib WhatsApp-ına baxıram, səs atıb mənə. Mənə WhatsApp-da səs atıb ki, burada izləyicidir, izləyici. Burada izləyicidir. Bəli, bəli. Burada biri yazdı. Səs atıb ki, sizin o taxdığınız mikrofon var. Ondan deyim, mən harada tapa bilərəm. İndi bilmirsən də buna güləsən ya. Mən də bilmirəm. Mən də deyirəm ilahi, mən nə eləmişəm görəsən bu kimdir ki, məni belə ard-arda yığır. Təsəvvür ki, yazıb ki, bu mikrofon var, mən deyir ondan deyirəm, ada ürəyimiz partladı bizim. Mən kiməsə iraq olsun borcum zadığım yoxdur. Çünki mən həyatım boyu kimdənsə borc almıram. Kiməsə nəsə sataşmamışam, kiməsə pisliyim eləmirəm. Mənə kim belə ard-arda yığır ki, mənlə nəyisə həll eləmək istəyir. Sən demə, bu mikrofon. Yox, Temudan gəlməyib də, ağ oldu da bu. AC-ni tapdıq 10. İndi bizdə AC tapılır. AD tapılıb 8. Biz burada nə eləməliyik? DC-ni tapmalıyıq. DC nə qədər olacaq? 10-dan 8 çıxıram 2. Bu da tapıldı 2. İndi digərlər, orada balaca cıqqılı üst bucaq var, ona baxırıq. Bax, görürsünüz, bu üst bucaq, bu da düz bucaqlı üst bucaqdır da. Bir kateti 2, digər kateti kökdə 21. Onda BD bərabərdir. Pifagor teoremini yenidən tətbiq edirik. Nə olacaq? Kökdə bunların kvadratları cəmi 2-nin kvadratı 4 üstə gəl 21 kök altında kvadrat 21 edir. Kök altında 25 kök çıxdı 5. Bu da belə. Aydın oldu. Maraqlı test tapşırığıydı. Cavab oldu belə. Pencə çox yaraşır. Nə bilim. Bunu çoxdan almışam. Prosta bu günləri dərsdən birbaşa bura gəldim. Dedim elə bundan da bir yeni bir şey. Ola bilər. Başqa cür necə etmək olar? Bundan başqa cürləri artıq lazım deyil. Başqa cür necə ola bilər? Heç nə. Bura x deyərəm, nə bilim, ümumi x-i tapacam. Sonra bura və yaxud da buna x-i buranı tapacam. Sonra ümumi ən rahatı budur. Bundan başqa yolu bulardır və lazımdır deyil. Bu da belə.
Hansı şəhərdə qalırsınız? Bayaqdan yazırsan, ard-arda. Mən hansı şəhərdə qalıram? Hı? Əvvəl Kaliforniyada qalırdım. Sonra köçdüm Las Vegas'a. Harada qalaram? Lənkəranda, cənub zonasındandır. Salam müəllim, necəsiz? Təşəkkür. Sən necəsən? Yaxşısan? 54. 54 çox incə qəşəng sualdır. Bu da yaxşı sualdır, həqiqətən. Demək, baxırıq bura. Demək, A budur, B budur, C də budur. Bura düşür, ştrixlənmiş hissə bura. Gör nə deyir burada? Məsələnin qəşəngliyinə bax. Deyir, AB və C çoxluqları ilk 120 ədəddən A, B və C çoxluqları ilk 120 ədəddən uyğun olaraq 3-ə 5-ə, yəni A 3-ə, B 4-ə, C də 5-ə qalıqsız bölünən natural ədədlər çoxluğudur. Ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. Nə gözəl. Müəllim, fən riyaziyyatdırmı? Bayaq burada bir izləyici var. Deyir, müəllim, siz hərdən yoxu deyir, çox sərt deyirsiniz rəylərə. Buna mən nə deyim? Bu riyaziyyatdır da bu. Qəşəng misaldır bu. Nədir burada? Deyir ki, A, B və C ilk 120 ədəddən bu 3-ə bölünənlərdir. Bu 5-ə, bu da bu 3-ə, bu 4-ə uyğun olaraq, yəni odur ki, uyğun götürürsən də. Bu 3-ə bölünəndir, bu 4-ədir, bu da 5-ə bölünəndir. Bu hissəni soruşur. İlk 120 ədəddirsə, bax bunun bu hissəsi ki var ha, bax bura. Bura sırf A və B-dir, yəni 3-ə və 4-ə bölünənlərdir. A və B-nin kəsişməsi götürək də. A və B-nin kəsişməsi 12-yə bölünməlidir. 120-ni də 12 120-nin içində 10 dənə yerləşir də, 10 dəfə yerləşir. Bax, bura bütöv var ha, bax, bura bütöv. Bu 10 dənədir. Bura bütöv. Çünki bu hissə 3 və 4-dür. Amma bu hissə isə sırf 3 və 4-dür də. Yəni, burada başqaları da ola bilər. Bura 3 və 4-dür, amma başqaları da ola bilər də. Bu hissə isə sırf 3 və 4-dür. İndi bunun üçün biz nə edirik? Burada ümumi 3-ə, 4-ə, 5-ə bölünənlər üçünü də götürməliyik də. A kəsişir B, kəsişir C. Bax, yenə də bu hissə 3, 4. İndi ümumi kəsişmə var. 3 və 4, 5-in üçünə də bölünən. Yəni 60-a bölünən götürərik də. Bu 60 120-nin içində neçə dəfə yerləşir? 2 dəfə. Yəni say 2-dir. Bütöv 10 dənədir, yazmışıq bura. Bura düşdü 2 dənə. Onda bura nə qədər düşür? 8. Ondan çıxıram 2-ni. Bax, bütöv 10 dənə. Burada düşdü 8. 2 də. Ondan 2-ni çıxdım, cavab oldu 8. Bax, sırf bu hissə. Bu da belə. 8-dir, bəli, 8-dir. Rahat sual imiş. Bu da belə.
Və nəhayət sonuncu, axırıncı sual. Axırıncı sual ibtidai sinif sualıdır həqiqətən. 55. 55. 55-də nədir? Cəmi 77. Olan 3 ədəddən, ikinci, birincidən, nə bilim, nə uşaqlar. Elə bax, fürsətdir bunu istədiyim dəfələrlə demişəm. Ümumiyyətlə, riyaziyyatda məsələ həllində. Mən şagirdlərə belə deyirəm, effektini də görmüşəm. Və məncə çox riyaziyyat müəllimi də bu şəkildə deyir. Məsələ həll edəndə əsas məsələ nədir? Bax, şagirdlərim, mən inşallah YouTube-da dərslərim çoxdur. Bir dəfə, bir həftə ya bir neçə həftənin canlı yayında məsələ həllinə həsr edəcəm. O da kimlərsə mənə gülər, lap aşağı 3-4-cü sinifdən gələrəm ta yuxarı. Çünki şagirdlərin çoxu məsələ həllində çətinlik çəkir. Məsələ həllində birinci növbədə, birinci mərhələ budur. Məsələni yaxşı oxumalısan. YouTube kanalının adı bu, TikTok'un adı kimi. TikTok'un adı nədir elə? Uşaqlar, sizə ekranları bəyəndə hər birinizdən xahiş edirəm. Ekranları sürətlə bəyənə 100 minə doğru. Birinci məsələni sən yaxşı oxumalısan. 2. Məsələni özün üçün danışmağı bacarmalısan. Məsələni özün üçün danışırsan. Ya da ki, ən azından mahiyyətini bilirsən. 3-cü, məsələdə verilənləri qısa olaraq qeyd etməlisən. Sonra həllər başlayır. Sonra o yanaşmalar. İndi burada da məsələdə gör birinci nədir? Bunu oxuyaq. Deyir ki, cəmi 77 olan 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük, üçüncüdən isə 7 vahid kiçikdir. Bu ədədlərin hasilini tapın. Deməli, sən beynində anlayırsan ki, burada söhbət 3 ədəddən gedir. Və götürüb burada nə yazırsan? Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Nədir? Cəmi 77 olan, yəni bunların cəmi 77-dir. Bunu yazdıq bura. Olan 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyükdür. İkinci birincidən 3 dəfə böyükdür. Diqqət. İkinci birincidən 3 dəfə böyükdür. Əgər mən birinciyə x desəm, ikinci olacaq 3x. İkinci birincidən 3 dəfə böyükdür. Sonra gör nə deyir? Bax, ikinci birincidən 3 dəfə böyük. Üçüncüdən isə 7 vahid kiçikdir. Bu bundan 3 dəfə böyükdür. Bundan isə 7 vahid kiçikdir. Onda bu bundan 7 vahid nədir? Böyükdür. Bu olacaq. Bu əgər 3x-dirsə, bu 7 vahid böyükdürsə, bu olacaq 3x plus 7. Bu ədədlərin hasilini tapın. Heç saat. Bu ədədləri əvvəl tapaq, sonra danışarıq da. Belə necə tapaq? Ədədlər məlum. Birinci ədəd x, ikinci ədəd 3x, növbəti ədəd 3x plus 7-dir. Bu ədədlərin cəmi 77-dir. Tənliyimizi qururuq. X üstə gəl 3x üstə gəl 3x plus 7 nəyə bərabərdir? 77-yə. Toplasaq 7x, 6 burada 7x. Bərabərdir 70-ə. X oldu 10. X-i 10 tapdığın yerinə qoyub ədədləri tapırıq. Ədədlər neçədir? X 10-dursa burada 10, burada 30, burada neçə? 37. 3 ədəd var. Bunları da bir-birinə vursaq, 10 vurulsun, 30 vurulsun, 37. Bu da belə bir cavab. 11110 test tapşırığının doğru cavabı 11110. Bu da son. Sonuncu misal idi, bunu da yazdım. 55 axırıncı misalda qutardı. İndi bir 10-15 dəqiqə istəyirsə, orada daha hansı suallar sizin üçün problem var idisə izah edək onları da. Da qutardı. Hamısını izahını verdim. İnşallah bunu YouTube kanalına da yerləşdirəcəm. İndi suallar yəqin sizin qarşınızdadır. Kim istəsə 1110-dur da belə oxunmur. Səhv oxuyuram. Rəy yerinə yazın. Hansı suallar sizin üçün problemlidirsə onları yenidən izah edin. İndi vaxtım var. Ay savadsız, danışığa bax. Səhv yazmışam. Görsən. Harada səhv elədim mən. 3 dəfə 37, 111. Bir dənə də 0 unutmuşam da. Bayaq səhv ola bilər də.
Təsəvvür elə ki, bilmirəm, mənə deyir də orada yazılan. Sıfır. Bir dənə sıfırı unutmuşam. Adam bax görsən o saat əgər mənə deyirsə, öz tərbiyəsini göstərir. Ay savadsız. Yəni savadsız kimisə savadsızlıqda ittiham etmə çox böyük ittihamdır. Təsəvvür 2 saatdır burada dərs izah edir, yorulmuşuq. Nə qədər burada kimisə Nazlı ilə oynayırıq, kimsə nəsə deyir, göz yumuram, gülürəm. Yəni çox şey unuduram, amma bu içimə ziyandır da. Bir çox sağ ol deməkdənsə bircə bir dənə səhvi, şagird belədir. Bircə səhvi belə müəllimə keçmir. Amma biz nə qədər səhvləri keçirik. Sən də bayaqdan eyni şeyi yazırsan. Bərabəryanlı trapesiyada. Bərabəryanlı trapesiyada, nə bilim, bərabəryanlı trapesiyada diaqonallar perpendikulyardır. Hündürlüyün kvadratı ya da orta xəttin kvadratıdır. Onu demişəm də, topluda isbatlar mövzusundan bağlı canlı yayın olunub. YouTube kanalımda var. Gir oradan bax da. Bir də onu burada deyim. %54-cü sual. Çoxluq sualı hansıdır? Çoxluq sualı da burada 54. Sonra biri yazıb bitki sualı. O bitki sualı meyvə qurudulduqda da kütləsinin. C çoxluğundan istifadə edilməli idi. Elədim də. Bu birləşməni yazdım orada. Elədim də. O YouTube kanalına yerləşdirərəm, yenidən baxarsan. Yox, elədim də orada. Üçünü də götürdüm də. 3, 4, 5 ümumi birləşmə var. Gözəl. Nəysə, ən yaxşısı bunu YouTube-a yerləşdirim. Girib YouTube-dan izləyərsiniz. Belə. Və bir daha deyirəm, bugünkü OTK sınağı elə də çətin deyildi. Uşaqlar, ekranları da sürətlə bəyərim 100.000 edib canını bağlaya bilərik mi? Ya bağlayayım gedim. Bu bizim səhifəyə də xeyri var da. Bir də sürətlə ekranları bəyənək də. Ekranları sürətlə bəyənək 100.000-ə doğru. Bunu 100.000 edək canını bağlayaq. Çərçivənin daxilində ən böyük kvadrat tərəfi olmalı. Çərçivənin radiusu nəyə bərabərdir? 14-ün yarısı da 7. Bu, əlbəttə 28-i bu çox sadədir, çox. Uşaqlar, bir dənə sürətlə bəyənək ekranları. Bəli, inşallah sabah da olar. Bağlayayım.
Bağlanmıyor. Yaxşı, bu 54'ü bayaqdan görəm yazırlar. Eybi yox. 54'ü izah edin. 54'ü izah edirəm bir daha. Yaxşı. 54'ü izah edirəm. 54. Da şərti bilirsiniz də şəkli çəkin bura. A, B, C. Bu hissəni soruşur bizdən. Bura 3'ə, bu 4'ə, bu da 5'ə. Bölünən ədədlərdir. İlk 120 ədəddən. İlk 120 ədəddən. İşlətləmiş hissədəki sayı soruşulur. Deyirəm indi. Bax, buranı soruşur, buranı. Sən birinci. Bax, bu hissəni tapmalısan. Bu hissə nə qədərdir? 3'ünündür. Bu hissə isə 2'sinindir. Bax, bu hissəni görürsən. Bu hissə nə deyir sənə? Bura nədir? A ilə B-nin kəsişməsidir. A ilə B də 3, 4'dür. 3, 4. Elə deyil. 3, 4, 12'ye bölünməlidir. Bu 120'nin içində 12'ye bölünən neçə ədədi var? 120'ni böl 12, 10 dənə var da. Və yaxud da 12 n şəklindədir. Ən axırıncısı n 10'dur da 120'ye gəlib çıxır. 10 dənə buradadır. Bu bütövi görürsən, bu 10'dur. Daha sonra bu hissə nədir? Bu hissəni görürsən, bura. Bu hissə isə 3'ünün də 3'üne də bölünəndir də. 3'üne də bölünənlərin sayı. 3'ü 3, 4, 5, 60'a bölünəndə olanın əkobu götürülür də həmişə. 60'a bölünən neçə dənə var? 2 dənə. İndi özün fikirləş. Burada 10 dənədir, burada da 2 dənədir. Qardaş, bu hissəyə nə qədər düşəcək? 10 minus 2, 8. Rahat oldun. Bayaq da belə demişdim də. Bayaq da belə dedim də elə. Bu da belə. Bir dənə sürətlə belə 100.000 canlını bağlayıram. Məncə daha bugünkü dərs maraqlı oldu həmişə kimi. Bütün dərslər. Bir də bizim səhifəni kim izləmirsə, girib səhifəyə takib atsın. Ki mən canlı yayında olanda sizə bildiriş falan gəlsin. Yəni faiz məsələsini izah edərsiniz, qəbula çox düşür. Yaxşı, izah edim onu da. Sonra izah edim, yaxşı. Bəyənin 100.000'i keçsin də qoy. İzah edin. Bunu YouTube'a da yerləşdirəcəm. Girib YouTube'dan da bəyənərsiniz. Faiz bitki məsələsi, hə? Yaxşı, izah edim də bunu. Hanı bu bitki məsələsi? Görüm hardadır bu. Qırx üç. Deyir ki, meyvə qurudulduqda kütləsinin 60%'ni itirir. Meyvə quruduldu, 60%'ni itirdi. Qaldı nə qədər? Qaldı 40%. 12 kilogram meyvə qurusu almaq üçün 12 kilogram meyvə qurusu almaq üçün 12 kilogram meyvə qurusu almaq üçün nə qədər təmiz meyvə götürmək lazımdır? Mən bayaqlarda dedim ki, uşaqlar, həmişə
təmiz meyvə, təzə meyvə, bunlar 100%-li götürülür də. Ona görə 60%-ni itirdi, nə qədər qaldı? 40%. 40%-ə uyğun nə olacaq? 12 olacaq. Deyir, bəs nə qədər təmiz meyvə, təzə meyvə, bunlar 100% götürülür də. Faiz məsələlərində, bax, ilkin qiymətdir, təmiz, təzə, bütöv, yolun uzunluğu, ümumi tutum, ümumi qiymət, bunlar hamısı 100% götürülür, ümumi. Təzə meyvə deyir axı, 100% götürürsən onu x. Ya istəyirsən 40%-i 12 olan ədədi tap, ya da 100% x. Bu şəkildə. 40x bərabərdir 1200-dür. Buradan da x bərabərdir 30 kiloqram. 40%, 60 litr 40% meyvə bu 12-yə gəlib düşür də. Belə. Bağlayaq da canlı yayını. 100 minə çatırıq və başımızı qoyub yatırıq. Zarafat edirəm. Belə uşaqlar, mən bunu YouTube-a da yerləşdirirəm, girib oradan da izləyirsiniz. Bir dənə YouTube kanalıma girib o ekran bəyənmənədir Allah. Dərsi bəyənərsiniz də. Səhifəni də kimlər izləmirsə, imkan varsa səhifəyə bir dənə takib atın ki, mənim canlı yayında olanda sizə bildiriş gəlsin. Belə də ki, canı sağ olsun. 98, 99 min gəldi 100 mini keçirik artıq. 2 ay riyaziyyatı yaxşılaşdırmaq olar, baxır sənin özünə. Və bir də öyrənmə tərzində qiymətli oxumaq var, ona əsas odur. Adam olar 4 ay oxuyar, 1 il oxuyar, ortada heç nə yoxdur. Biri də olar 3 ay, 5 ay oxuyar, nəsə o dayaq nöqtələri vurmaq lazımdır. Belə 100 min keçdi, belə hələlik sabahları görüşərik. Gedim ki, sabah gələ bilim.